340-370'dir. Aha, 340, 370 burada, 340 burada. Aha. Mən kəsmirəm. Gözlər, qobdan görə sonra xanımə izah edir. Kəsmə yüksəkliyini bir dənə arasına elə bir-birindən çıxıb arasındakı saylara bölürük. Ay, sağ ol. Bir-birindən çıxanda 30, aralarındakı sayda 2 dənədir. Yarıya da böləndə 2 döy. 2 döy qadam. 3'dür. Bax. 1, hə, 3 dənə. 2, 3. Aha. 3 dənədir. O da elə bir yarıya da böləndə 10, 3 yəni sayına böləndə 10 düşür. O da istiqamət doğrusuna götürəndə cənub-qərbə gedir. A variantı. Ay, sağ ol. Bəli. Bəli, tamamilə doğrudur. Biz dedik ki, əgər horizontallar sıx çəkilibsə, deməli həmin hissə, həmin istiqamət nədir? Dik yamaclıdır. Bizə də buradan dik yamacın 325 dərəcəyə gedir, cənub-qərb. Ay yaşa, tamamilə doğrudur. A variantı olur, bəli. Buradan nə elədik? Birinci fərqi tapdıq. Boşluqların sayına böldük. Tamamilə doğrudur. Ay yaşa. Bəli. Aha. Uşaqlar, 18-ci sualı mən izah edeyim sizə. Gəlin görək nə deyir bizə. Deyir ki, bir dəqiqə. Baxın görək nə deyir bizə. Qoy biraz yaxınlaşdırım. Bax deyir ki, xətti miqyaslı 125 birer kilometr. Bax nə demişdim mən sizə xətti miqyasda? Əvvəlki bir rəqəmə baxırıq. 125. Bir də sondakı ölçü vahidinə baxırıq. Deməli bunun miqyası nəymiş? Avtomatik qeyd edirəm. Miqyas bərabərdir 125 kilometr. Avtomatik izahlı miqyas şəklində yazdım. Çünki məsələdə mənə izahlı miqyas şəklində lazımdır. Aha. Deyir ki, bu miqyas xəritədə A və B məntəqələri arasında məsafə 8 santimetrdir. Aha, buradan sonrası hələ ki mənə lazım deyil. Mənim deməli nəyim bu burada? Deyir xəritədə. Xəritədəki məsafəni də verir uşaqlar bizə. Nə qədər? 8 santimetr. Yazırıq. Xəritədəki məsafə nə qədərdir? 8 santimetr. Düsturumuz necə idi? Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Miqyası neçə kilometrdir? 125 kilometr yerinə qoyuram. Bərabərdir. Həqiqi məsafəm yoxdur. Mənə həqiqi məsafə lazımdır. Buna bir x qoyuram. Bölək nəyə? 8 santimetrə. Xəritədəki məsafəm də var. Aha. Buradan həqiqi məsafəyə bir x demişdik. Düzdürmü? X buna nəyə bərabərdir uşaqlar? Hə? 125'i vuracaq. X nəyə bərabər? 125'i vuracaq 8'ə də, düzdürmü? Bəli, bəli. Aha. Bu da nə eləyəcəkdir? Bir dəqiqə. 16 yüksək. 22. Bir dəqiqə. %25'i neynədik? 125'i vuracaq nəyə? Aha. 125'i vurur 8'e elədi 1000 uşaqlar. Aha, 1000 kilometr. Bəli. Aha. Deməli bu mənim nəyim oldu uşaqlar? Həqiqi məsafəm oldu. Həqiqi məsafəm nə oldu mənim? 1000 kilometr. Aha. Mən buradan həqiqi məsafəmi tapdım. İndi bu görək burada nə deyir bizə? Deyir, digər xəritədə bu məntəqələr arasında məsafə 10 santimetrdir. Yenə xəritədəki məsafəni veribdi 10 santimetr. Aha, xəritədəki məsafəm, burada 2 dənə yoldan istifadə olunur uşaqlar. 2 dəfə hesablama aparırıq. Xəritədəki məsafəm neçədir burada? İkinci xəritə 10 santimetr. Aha. 10 santimetr. Həqiqi məsafəm var, xəritədəki məsafəm var. Miqyas nəyə bərabərdir? Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Miqyas bərabərdir. Həqiqi məsafəm nə qədərdir? 1000 kilometr. Düzdürmü? Bunu böləcəm neçə? 10 santimetrə. O da neçə eləyəcək? Neçə eləyəcək? 1000 ona bölə neçə eləyir? 100. Ay sağ ol. 100 kilometr. İndi mən bunu, bu izahlı miqyas şəklindədir. Mən bunu ədədi miqyas şəklinə çevirmək istəyirəm. Nə edəcəm? Kilometrdir. Mən 5 dənə sıfır artıracağım. Ay yaşa. Deməli 5 sıfır artıracağım. O deyəcək Y variantı. Çətin deyil ki. Aha. Bir dəqiqə. Bunu silim. Aha. Sonra uşaqlar indi 20-ci suala baxaq. Görək nə deyir bizə? Deyir ki,
miqyası 1 bölünsün 800 min olan xəritədə iki məntəqə arasında məsafə 7,5 sm-dir. Məntəqə arasında həqiqi məsafəni hesablayın. Aha. Düsturum necə idi? Miqyas bərabərdir həqiqi məsafə bölək xəritədəki məsafə. Düzdürmü? Aha. Miqyasım neçədir? Bunu avtomatik mən nə etməliyəm? Hə? Ay uşaqlar, kilometrə çevirəndə nə edəcəm? Ben kilometre 5 tane sıfır artıracağım. Kilometrə çevirirsən, miqyasa çevirmirsən. Ha çevirirsen 5 tane sıfır artıracağım. 5 0 sildim. Nə qaldı? 8 kilometr. Yerinə qoydum. 8 kilometr. Miqyasın yerinə qoydum. Bərabərdir. Bir də mənə nə verir? Xəritədəki məsafəni verir. Həqiqi məsafəmi verməyibdi. Həqiqi məsafə bölək nəyə? Xəritədəki məsafə nə qədərdir? 7,5. Buradan həqiqi məsafə nəyə bərabərdir? Hə? 8-i vuracaq nəyə? 7,5-ə. Aha. 8-i vuracaq nəyə? 7,5-ə. Buradan həqiqi məsafə neçə olacaqdır? 8-i vuranda 7,5-ə 60. 60 həqiqi məsafəm oldu kilometrlə. Cavabımız oldu D variantı. Всё. Çətin deyil ki? Xeyr. Tamam. İndi sizə verəcəm. İndi bir-bir işləyək görə nətər işləyirik. Tamam. Keçək. Birinci Sona xanımdan başlayaq. 22-ci sual işlə görüm ay Sona xanım. De görüm nətər eləyəcəyik? 5 dənə sıfır arxadan silirik. 5 0 arxadan siləndə bu neçə kilometr olacaqdı? 4 dənə sıfırda fərq olmur. 1,5 olur. Ay, 1,5 kilometr olacaq da qadam. Hə. 1,5 kilometr. 5 dənə sıfır silmək bir sənə deməkdir qadam. 100 min santimetrə bölmək deməkdir. Başa düşdün? 5 sıfır siləndə avtomatik bu olacaqdır 1,5 kilometr. Ay sağ ol. Aha. Nə edəcəyik indi? Sırada düstur nəyi yazıram? Düsturu yazıram. Düzdürmü? Miqyas nəyə bərabərdir? Hə? Düsturu de görüm. Miqyas? De görüm düsturu. Həqiqi məsafə vuraq xəritədəki məsafəyə. Həqiqi məsafə vuraq yoxsa bölək? Hə, bölək. Bölək? Xəritədəki məsafə. Ay sağ ol. İndi bizə nələr verilib bunlar? Nəyi yerinə qoymalıyıq? Xəritədəki məsafəyə, miqyası, bir də 1,5 kilometr var. Həqiqi məsafəni soruşur bizdən. Həqiqi məsafəyə 1x-dir. Bölək nəyə? Xəritədəki məsafə neçə verilir? 15-ə. 15. Buradan nətər eləyəcəyik? X nəyə bərabər olacaq? Bir-birinə vuranda 22,5. 1,5-i vuracaq neçəyə? 15-ə. O da bərabər 22,5 eləyir. 225 tam da 22,5. Ay yaşa, bəli, 22,5 eləyəcəkdir. Bu qədər sadə. Aha. Bax bu tam məsələsi sizi qarışdırmasın uşaqlar. Bu baxın. Kilometrə çevirməyək, metrə çevirək, 2 0 silək. 2 0 siləndə 1500 metr olur, düzdürmü? 1500 metr 1,5 kilometr deməkdir elə. Başa düşdünüz? Tamam. Sonra bir dəqiqə dayanət sənə verək. O cürək. Bir dəqiqə. Qırçını eləyə bilərsən, dayanət. Yaxınlaşdırar düzəlmədə olsun. Necə eləyəcəyik? Mən 2 dənə sıfır siləcəyik hərəsini. Neçə dənə sıfır? Birində mən birincisində 6-ya vuracaq, ikincisində 4-ə. Qulaq as, qadam. Bax bu miqyası düzdürmü? Biz birinci məsələ hesablanma zamanı nə ayırdıq? Neçə sıfır silirdik? Kilometrə çevirmək. Yox. Mən kilometrlə 5 sıfır. Biz kilometrə çevirməliyik, qadam, metrə yox. Bax 5 sıfır sildim. Bir dəqiqə. Bax 5 sıfır sildim. Neçə qaldı? 800 kilometr. 80 yox, 800. 5 sıfır silində 800. Hə, 800, bəli. Ay sağ ol. Bizim hələ ikinci xəritə ilə işimiz yoxdur. Birinci xəritədə bizim nəyimiz yoxdur? Sual veririz. Qadam, bizə sualın şərtində nələri veribdi? Bax, birinci xəritə aynən B nöqtələri arasındakı məsafəni veribdi, düzdürmü? Xəritədə məsafəni verib. Görsən, bizim nəyimiz yoxdur? Xəritəmiz. Qadam, xəritədəki məsafə, miqyasın düsturunu de görüm, adə yəni.
Bəli. Miqyasın düsturunu de görüm mən məsafə düsturunu. Hansı düstur müəllim? Miqyasın düsturu, məsafə düsturu. Miqyasın məsafəsi düsturu. Aha. Bəli, Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. bəli. Qadam yenicə yazmadıq bunu. Bunu bayaqdan yazmırıq. Niyə yaddan çıxarırsan ki? Xəritədəki məsafə, düzdürmü qadam? Bax miqyası tapdıq 800, düzdürmü? Bizim nəyimiz yoxdur? Xəritədəki məsafəmiz də var, görsənmi? Nə qədərdir? 6 sm, düzdürmü? Həqiqi məsafəm yoxdur. Bölək xəritədəki məsafə neçə verib? 6 sm, düzdürmü? İndi bundan həqiqi məsafə nəyə bərabərdir? 6 vurulsun 8. Ayso, 800 vurulsun 6, düzdürmü? Bəli. 800 6-ya vuranda nə qədər eləyir? 4800. 4800, ay sağ ol. 4800 kilometr mənim nəyim oldu? Həqiqi məsafəm, düzdürmü? Buradan yazıram. Bəli. Həqiqi məsafə bərabərdir 4800 kilometr. Aha. İndi keçirik ikinci xəritəyə. İkinci xəritədə bizə nə veribdi? Xəritədəki məsafəni verib, düzdürmü? Bax, xəritədəki, ikinci xəritədə məsafə 4 sm. Yazıram altdan, xəritədəki məsafəm verilib. Nə qədər? 4 sm. Miqyasın düsturu necədir? Bax, burada qeyd eləmişik, bax. Nəyimiz var? Həqiqi məsafəmiz var. Yerinə qoyuruq 4800. Bölürük nəyə? 4 sm. O da 2200. Ayso, miqyas bərabərdir nəyə? 1200-ə. Miqyas bərabər nəyə? 1200-ə. 1200 kilometrdir bu. Kimsə yerdə 5 dənə sıfır artıracaq. Ayso, 5 dənə sıfır artırarsan B variantı olacaqdır. Всё, bu qədər sadə. Diqqətlə qulaq asın. Sonra. Aha. 46-cı sualı sonra xanım izahla görək nətər eləyərik. Onda da bəhşi düsturla tapırıq da. Yenə eyni düsturda Ayso. Yazıram tez. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafəyə. Aha. Bizə bu da sualın şərtində nələri veribdi? Sualın şərtində nələri verib? Yer səthində bir xəritədəki məsafəyi verib 14. Aha. Miqyasda 3,5. Miqyas döyük adam bu. Bu. Həqiqi məsafə. Ayso, həqiqi məsafə yer səthində deyir. Miqyası tapmalıyıq biz. Miqyası soruşur. Aha. 3,5 kilometrdir. 3,5 kilometr 3500 metr demək. Düzdürmü qadam? Aha. Ay sağ ol. 3500-də nəyə bölməliyik? 14-də. Ay sağ ol. 3500-ü 250. bölək 14. O da bərabərdir 250. 250 indi bunların hansı da cavablarda? Xətti miqyas şəklinə görə soruşur bizdən. C-də. Ay sağ ol. C-də də bəli. Dedi ki, xətti miqyasda ilk əvvəldəki rəqəmə, bir də ki, sondakı ölçü vahidinə baxmaq lazımdır. 250 kilometr olmalıdır və bu niyə metrlə verib? Nəysə. Aha. Sonra. Mənim orada mən 3500-ü 14-də bölmüşəm. 350 imiş. 14-də böləndə 25 düşür. Yox, 3514-ə böləndə 250 düşür də, düzdür? Hə, siz orada 350 yazmışdınız, ona görə dedim. 350 yazmışdım, heç nə. Yaxşı. Sonra. Bir dəqiqə. Aha, bax 49-cu sual uşaqlar. Bax 49-cu sualı mən izah edəcəm sizə. Siz bir dənə diqqətlə baxın. Bax uşaqlar, sahə məsələsidir. Biz sahə məsələsinin düsturu necə nə idi? Miqyasın kvadratı, düzdürmü? Bərabər nəyə? Həqiqi sahə bölünsün xəritdəki sahə, düzdürmü? Baxın. Miqyası neçə verib bizə uşaqlar? 2 milyon. Aha, neçə sıfır silirik? 5 sıfır. Aha, 20 qaldı mı? Amma 20-nin kvadratı bərabərdir. Bizə bu da ərazi xəritədəki sahə eni və uzunluğu 4 sm deyir uşaqlar. Baxın, bunun
biz nə edirik? N-ni uzunluğa vurmaq lazımdır. N-ni uzunluğa vuranda neçə eləyəcək? 8. Ay sağ ol. Deməli mənim xəttdəki sahəm neçədir? 8 santimetrdir. Həqiqi sahəni də yenə qeyd Mənim edirəm. cavab D variantıdır. Bir dəqiqə. 20-nin kvadratı neçə eləyir? 400. 400. Ay sağ ol. Buradan həqiqi sahə bərabərdir 400 vurulsun nəyə? 8-ə. O da olacaq nə qədər? 3200. Ay yaşa, 3200-ə. Baxın, həmişə yadınızda saxlayın. Sahə məsələlərində kvadrata yüksəltmək lazımdır. Yaxşı? Bəli. Kvadrata yüksəltmək vacibdir. Sonra. Aha. 51-ci sualı. Sonra xanım dayan izah elə görün bax birini sonra xanım izah elədi. Yaxşı. De görüm ay dayan nə tər eləyəcəyik? Bir sual var. Jasmine söylüyorum. Sağ olasın. Onun ben 200'e ben 210 ise 10 tam bölmelerde ben 210'du. Ay sağ ol. Deməli bura neçə olacaqdı? 210. Aha. Bura 210 ben sonra 10'u azalacak. 200 sonra 190 Aha. sonra 180. Bizdən nəyi soruşur? 213 çıxacaq, nisbən dörtlük çıxacaq. Ay sağ 213-dən 180 çıxarsam cavabın olacaq neçə? 33. Düzdürmü? Bəli. Ay yaşa. Bəli, deyil. Doğrudur, tamamilə doğrudur. Yaxşı. Bu azimut məsələləri özünüz işləyəcəksiniz. Sonra Dayanat 53-də izah elə görüm hələ. Mən 12-ci çıxartda mən burada bayaq kimi kilometrə görə mən 5-0 sildim. 5-0. O da deyəcək 2,5. Aha, 2,5 kilometr. Aha. Və onu da vuracaq 75-ə. Aha, 75-ə vururuq düstur şəklində, bəli. Nə qədər eləyəcəkdi? 75'e vuranda 5 oradan 187,5. 2,5-i vururuq 75-ə. 187,5 eləyir bu uşaqlar. Bax 187,5 bizim nəyimiz olacaq? Həqiqi məsafəmiz, düzdürmü? Həqiqi məsafəmiz neçə olacaq? 187,5. Və onu da 15'ə böləcək. Ay yaşa, bəli. Digərini 15-nə böləcəyik. Miqyas soruşur bizə. Mən onu deyəcəm 13,5. 15'ə böldük 12,5. 12,5 cavab E variantı. bəli. 12,5 hanı? Deyən görüm 12,5 C variantı olar. Bəli, o E'də tam nə oldu? C-də 25-dir. Y-də 25-dir. C-də isə bax 12,5 4 dənə sıfırdır. 5 sıfır siləndə 13,5 eləyir. Düzdürmü? Bəli, başa düşdüm. Ay yaşa. Sonra xan başa düşdün? Aynen. Tamam. Keçək bunu ayət birini də sənə verək. Ay sonra xanım deyən görüm. Gələk yollara. Bax bu 83-cü suala aid var. Hər il qəbula düşür. Bax bu qəbula düşmüş sual uşaqlar. Çox rahat suallardır. Özünüz evdə işləyərsiniz. Aha, bu görüm hələ miqyasın sahə. Mən hamısı işləyəcək. Bəli, hamısı. Dərsiniz çox azdır da. Hamısını işləyərsiniz. Bəli, bu görüm. Müəllim elə bir çox olur. 70 dənə 80 dənə götürsək. Yo, niyə çox olur? Çoxsa da olur eləmir. Davada biraz da az eləyək. 100 dənə işləyin onda yaxşı. Tamam, sağ ol. Yaxşı. 125-ci sual. Nətər eləyəcəyik? Fərqi yoxdur, kim izah edir? Sonra xanım de görüm. Baxın. Burada da miqyaslı sahə düsturundan. Aha. Yəni miqyasın Miqyasın kvadratı bərabərdir. Həqiqi sahə bölünsün xəttədəki sahəyə. Aha, miqyasın kvadratı bərabərdir həqiqi sahə bölünsün xəttədəki sahə. Aha. Miqyasımız var neçə? Neçə sıfır silirik? 5 sıfır siləndə
30 1 kvadratı. bölək 30-un kvadratı. Aha. Bərabərdir bizdən soruşur. Bizdən Xəritədəki xəritədəki sahəni soruşur. Onda həqiqi sahə isə 45-dir. yox, qadam. Bax bir eni var, bir də uzunluğu var. Görsənmi? Bayaq mən nə dedim? Eni və uzunluğu verilirsə nə edirik? Enini uzunluğuna Uzunluğu vururuq. götürürük. Enini və uzunluğuna vururuq. Bir-birinə vururuq. 45-i 60-a vururuq. 45-i vururuq 60-a. 2700 edir. 2700. Aysa 30-un kvadratı bərabərdir 2700 bölünsün nəyə? Xəritədəki sahəyə. Xəritədəki sahəni soruşur bizdən. Mən 900-də bölürük 270-ə, 30. Bu da 3. Yox. 3. 2700-ü bölürsüz 900-ə. Bəli, 2700 bölür 900-ə 3. Aysa 2700-ü də bölürsünüz 900-ə, o deyiləcək 3, bəli. Bu qədər sadə. Aha. Bir də burada uşaqlar, dənizlə bağlı bir dənə tapşırıq var idi. Qoy onu deyim sizə. Bir dəqiqə, görüm hardadır. Başda olmalıdır. Aha. Baxın uşaqlar, mən sizə yenə izah edirəm. Keçən səfər də izah elədim. Deməli, dedik ki, dəniz səviyyəsi neçə metrdir? Hə? Dəniz səviyyəsi neçə metrdir? Bəli, mən 50 metr. Dəniz səviyyəsi neçə metrdir qadam? Dəniz səviyyəsi. Ay sonra xanım, dəniz səviyyəsini neçə metr qəbul edirik? Şu sualın şərtini qoyun bir əvvəl, suala baxmayın hələ. Mən ümumi deyirəm, 0 metr, bəli. Ay sonra. Baxın, 0 metrdir, düzdürmü? Bəli. Bax, sırazı dənizə qoyusuz 0 metr. Bax, bu horizontal, dənizi ilə təsvir edir uşaqlar. Dənizdən başlayan horizontaldır və bu horizontalın hündürlüyü 0 metrdir. Bizdən nəyi soruşur? Aşağıdakı sxemdə A, B, C məntəqələri hansı yüksəklikdə ola biləcəyini müəyyən edin. Kəsmə yüksəkliyi 50 metr verilibdir bizə. Nətər tapacağıq? A-nı sən də görüm ay dəyanət. A-nın hündürlüyü neçə olacaq? 50, 100. 50 deyil ama. A-nın hündürlüyü 50-dir. Hə, o 0-dan artı 50, 100, 150, 200 mən. 200 ola bilər aysa 200 metr. Aha. Bəs B-nin hündürlüyü 50, 100, 150, 200. 250. aysa 250. Sonra xanım C neçə olacaq? 300 mənim, 300. 300. Aysa 300, bəli. Və mən sizə dedim də, dənizdən aralandıqca istənilən horizontalın hündürlüyü xətt boyunca eyni olur. Yəni dəyişmir. Bax məsəl üçün bu horizontalın da hündürlüyü eynidir, bunun da horizontal hündürlüyü. Çünki dənizdən eyni məsafədədirlər bu uşaqlar. Yaxşı, bunun da hündürlüyü eynidir. Yaxşı, bir dənə də var idi burada. Bir dəqiqə. Mən bugün dərs tez işi başladı. Yo, niyə ki işləyirik də? Tələssən? Hə? Yox, dərs mən verəm işim var. Narahat olmayın. Bir dənə test işləyib yekunlaşdıracağıq onsuz. Testlərə baxacağıq ancaq. Bir dəqiqə görün burada. Aha. Sona xanım 60-ı, yox 61-i izah elə görüm ay Sona xanım. 61. Hı. Gözə yaxınlaşdırım. Hı. Burada neçə artır onu bilmirəm. Mən izah edeyim. Gözlə ay dayanır. Qadam, bax, sənin kəsmə yüksəkliyin yoxdur ay Sona xanım. Kəsmə yüksəkliyini nətər tapacaqsan qadam? Kəsmə yüksəkliyini Aha. Bayaq izah eləmə. nədənsə kiçik olub ona qalxsız bölünələrdə. O, kəsmə üsulu veriləndədir. Bu da kəsmə yüksəkliyi verilməyibdir. Bayaqlarım özünü izah eləmədin mi? 134-dən 100-ü çıxırıq. Yox, qadam, 134-dən çıxa bilməzsən. 134 heç bir horizontalın üzərində deyil. Amma görsən, bax bu 120-dən 100 çıxarsan. Çünki 20, bunlar aralığı da 2-yə bölüyor. ay sol. Deməli kəsmə yüksəkliyi neçədir? 10. Ay sol. 10 kəsmə yüksəkliyindir.
Bizə nəyi soruşur? Təpənin nisbi hündürlüyünü hesablayın və ən az meylliyə malik olan yamacı müəyyən edin. Bax, qulaq asın, kəsmə üstəliyi bizə lazım deyil uşaqlar. Nisbi hündürlüyü nətər tapacağıq? 134'ten 100 çıxacaq. Ay sağ, 134-dən 100-ü çıxırıq. Dedik ki, nisbi hündürlük nə idi? Ətəklə zirvə arasındakı hündürlük fərqi. Ətək də haraydı? Xarici horizontal idi və hündürlük də verilibdi. Ona görə də A variantı. Nə soruşur bizdə? Ən az meylliyə, bəli, A variantı. Cənub-şərqdə ən az meyllidir. Ən çox meylli də şimal-qərb. dərəcəyə gedir, aha. Ay sağ ol, bəli, 135 dərəcə cənub-şərq də bizim ən az meylli olan istiqamətimizdir. Yaxşı. Deyən görün. 60 məzəli. 60-ını izah elə görüm. Mən sıxıram hızını aldım yıxır. Burada 3'lərdə mən 200. Aha. 2 boşluq olduğu üzərində getirir. 2 boşluq. 2 boşluq var. 1, 2, 3 Bəli. boşluq. 3 boşluq. Mən burada yazır 50. Ay sağ ol, 50 metr kəsmə hissənin oldu. Aha. Yəni Nəyə soruşur? Bir də nisbi hündürlüyü neçə olacaq? 50, 250, 300. Qadam A-nın hündürlüyü neçə olacaq? Bir yana 400. Ay sağ ol, 400 olacaqdı. B də 250. 400-dən 200 çıxarsan, bəli, nisbi hündürlüyü taparsan. D variantı. D variantı. Ay yaşa. Bu qədər sadə. Yaxşı uşaqlar, bu da belə testləri 100 dənə işləyirsiniz. Qlobus öyrənirsiniz. Plan xəritə qlobus ait məlumatları öyrənirsiniz. Atdığım PDF-dən.